Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Eşmova. Bugün kurikulumdan MİQ və sertifikasiya hazırlaşan müəllimlərə dəstək mahiyyətli imtahanda rastlaşa biləcəyi situasiyalardan danışacağam. Qeyd edim ki, artıq bu tip situasiyaları tez-tez kanalımda paylaşıram. Əgər ardının gəlməyini istəyirsinizsə, buna sizlər vasitəçi ola bilərsiniz. Necə vasitəçi olaq deyirsinizsə, elə bu izahı olduğunuz WhatsApp qruplarında, statuslarda paylaşıb bölüşməyi unutmayın. Biz də tələbatınızı hiss edək, bu tip izahları bol-bol yerləşdirək. Həmçində çox saylı suallar gəlir ki, müəllim, sistemli dərslərinizə qeydiyyat varmı? Bəli, 055 280 59 24. Hal-hazırda yeni qruplarımıza qeydiyyat gedir. Əgər siz də dərslərə qoşulmaq istəyirsinizsə, sıfırdan kurikulumu öyrənmək istəyirsinizsə, 055 280 59 24. Bu nömrəyə yazın, dərslər barədə məlumat verək. Təbii ki, sizlərə uyğun olduğu təqdirdə dərslərə yazılın, mükəmməl formada hazırlaşıb imtahana gedin. İndi gəlin başlayaq suallara, çox vaxt itirməyək. Deməli, birinci sualımız taksonomiya ilə bağlı sual tipidir. Deməli, şərtimizdə qeyd olunur ki, şagird qrup işi zamanı öz aktivliyi ilə seçilir. Yaradıcı fəaliyyətlər icra edir. Bu şagirddə psixomotor və emosional sahənin hansı mərhələsi inkişaf etmişdir? Baxıram ki, deyir, öz aktivliyi ilə seçilir. Yəni, qrup işi zamanı bir növ belə deyim, öyrəndiklərini qarşısındakı şəxsə geri dönüş şəklində ifadə edə bilir. Yəni, bu öyrənib situasiyanı, öyrənib qrup işində nə verilir? Tapşırıq verilir də, təbii ki. Tapşırıqdan məlumatlıdır və onu artıq geri dönüş şəklində, əks əlaqə şəklində qaytara bilir, düzdür? Öz aktivliyi ilə seçilirsə, bu cavab vermədir. Bəli, cavab vermə mərhələsidir. Lakin yaradıcı fəaliyyətlər icra edirsə, artikulyasiyadır. Niyə artikulyasiyadır? Ona görə ki, artikulyasiyada biz deyirik ki, bir çox məmulatdan istifadə edib nəsə hazırlaya bilər və yaxud bir çox vəziyyətə uyğunlaşa bilər. Baxıram ki, yaradıcı fəaliyyətlər icra edirsə, burada artıq bir fəaliyyət icra etmir ki, bir neçə fəaliyyəti cəmləyib yaradıcılıq ortaya çıxardır da. Yaradıcılıq axı geniş aspektdir, geniş məfhumdur. Ona görə olur cavabımız cavab vermə və artikulyasiya B variantı. Bir daha şərti oxuyuram. Baxın, yoldaşlar, diqqətli olun. Taksonomiya önəmli mövzudur. İndi bu emosional və psixomotor soruşur bizdən. İndi növbəti testdə idraki vermişəm. Onu da başa salacağım. Deməli, şərtdə deyir ki, şagird qrup işi zamanı öz aktivliyi ilə seçilir. Deməli, şagird prosesdən məlumatlıdır, öyrənib, qrup işində verilən tapşırıqlardan və yaxud hər hansısa bir nə verilibsə, ona hazırdır. Və onu artıq əks əlaqə şəklində daha doğrusu qaytara bilir. Bu olur cavab vermə. Yaradıcı fəaliyyətlər də icra edirsə, bu da artikulyasiyaya aiddir. Artikulyasiya uyğunlaşmadır da, həmin o vəziyyətdə uyğunlaşır, yaradıcı fəaliyyətlər icra edir. Ona görə cavabımız olur B variantı. Keçək digər testə. Bu sualımızda Bloom'un idrak taksonomiyası ilə bağlıdır. Gəlin baxaq. Müəllim şagirdlərə test tapşırıqları verir. Səlim testləri işləyən zaman testin birində yazılanların səhv olduğunu müəllimə deyir. Müəllim isə Səlimdən testdə niyə səhvlik olduğunu, nəyə görə bunu vurğuladığını soruşur. Şagird dəstəklədiyi qaydalara testi tutuşduraraq fikrini əsaslandırır. Verilmiş situasiyada idrak sahənin mərhələsini müəyyən edin. Baxın, burada açar sözümüz nədir? Şagird dərslikdəki qaydalarla testi tutuşduraraq fikrini əsaslandırır. Deməli, Səlim müəllimin verdiyi tapşırığı edib, düzdür? Amma yazılanlarda səhv olduğunu müəllimə deyir ki, səhvdir də bu yazılanlar. Testdə müəyyən səhvlik var. Müəllim də Səlimdən deyir ki, niyə səhvlik olduğunu düşünürsən ki, yəni nəyə əsasən? Səlim də deyir ki, dərslikdəki qaydalara əsasən. Yəni Səlimdə təhlil bacarığı var. Təhlil bacarığı varsa, təbii ki, təhlil etmək mərhələsidir. Çoxu deyir ki, müəllim fikrini əsaslandırır da, bu dəyərləndirmək olar. Xeyr. Əgər öz subyektiv fikrini əsaslandırsaydı, onda dəyərləndirmək olardı. Əgər mən öz subyektiv fikrimi, öz düşüncəmi, öz hisslərimi qarşımdakı şəxsə anlatıramsa, onda dəyərləndirmək olar. Bəli, razıyam. Lakin burada qaydalara əsasən, yəni bir növ belə deyim, olan bir şeyi incələyib, analiz edib, beləcə nəticəyə gəlib ki, burada səhv var. Yəni, analiz qabiliyyəti var bu şəxsin. Yəni, Səlimin analiz qabiliyyəti var. Ona görə olur təhlil etmək, D variantı. Yəni, dəyərləndirmək olmamasının səbəbi burada Səlimin subyektiv fikrinin olmamasıdır. Kitaba, qaydaya əsaslanmasıdır. Ona görə D. Keçək digər testə. Görürsünüz, maraqlı testdir. Diqqətli olmaq lazımdır. Bu testimizdə bir növ kompetisiyalarla bağlıdır. Kompetisiya özü geniş məfhumdur.
bir çox prosesi özündə cəmləşdirir və müxtəlif kompetisiyalarımız var. Burada 3 kompetisiyanı bizdən soruşur. Riyazi, elmi, texnoloji, mühəndislik kompetisiyaları. Gəlin indi bir-bir uyğunlaşdıraq. Baxın, deyir ki, riyazi, elmi, texnoloji, mühəndislik. Burada elə bir açar sözümüz var. Riyazi, elmi. Yəni bundan cavabı tapa bilərik. Strateji düşünmək, problemi həll etmək üçün innovativ yanaşmaya əsaslanmaq. Baxın, strateji düşünmək, problem həll etmək, bunlar hamısı riyaziyyatın dilidir, beynin dilidir. Yəni riyazi elmiyə görə biz bunu rahatlıqla tapdıq ki, 1A olar. Sonra keçirəm sahibkarlıq kompetisiyasına. Baxıram. Vətəndaş mövqeyini dəstəkləmək, sosiallaşmaq, kommersiya məqsədi ilə informasiyanı səmərəli istifadə etmək bacarığı. Bəli, bu da sahibkarlıqdır. Vətəndaş mövqeyindən söhbət gedir. 2 olur B, ona görə 3-ə baxıram. Rəqəmsal savadlılıq kompetisiyası. Burada da deyir, elmi nəzəriyyələrin, texnologiyaların cəmiyyətdə nailiyyətini, məhdudiyyətini, risklərini daha yaxşı anlamaq. Elə açar sözümüz texnologiyaların. Baxın, rəqəmsal savadlılıq nədir? Əsasən texnika ilə bağlı məsələlər özündə əks elətdirir. Yadınızda saxlayın. Rəqəmsal savadlılıq sözünü gördünüzsə, texnologiyanı yadımıza salaq bilavasitə. Ona görə 3-ə də olur C. Deməli 1A, 2B, 3-də C. Yəni doğru cavabımız olacaq B variantı. Keçək digər testə. Bu testimiz də situasiya tipli bir testdir. Şərtdə qeyd olunub ki, müəllim dərsin izahından sonra şagirdləri mövzu ilə bağlı sual cavab edir. Prosesdən aydın olur ki, şagirdlərdən biri mövzudakı bəzi məqamları anlamayıb. Müəllim şagirdin anlamaqda çətinlik çəkdiyi məqamları tapıb, ona bu məqamlar üzərində işləmək üçün istiqamət verir. Bu proseslə bağlı verilənlərdən hansı doğrudur? İndi variantlarımıza nəzər yetirək. Görürük ki, variantlarımızın hər biri situasiyanı əhatə edən cavablardır. A-da yazıb ki, situasiyadan aydın olur ki, müəllim dərsi səmərəli izah etməyib. Axı, burada belə bir şey yoxdur. Müəllim hətta dərsin əvvəlində sual-cavab eləyir. Uşaqların harada boşluqları var, onları anlayır. Onlar üzərində iş aparır, yəni onlara istiqamət verir, fasilitatorluq edir. Burada müəllim axı səmərəli olmayan bir şey etməyib. Ona görə bu səhvdir. Situasiya göstərir ki, müəllim dərsi planlaşdırmayıb. Xeyr, burada müəllimin planının olub-olmamasından, müəllimin dərsi yaxşı və ya pis planlaşdırmasından söz getmir. Ona görə bunu da silirik. Bu proses formativ qiymətləndirmənin səmərəli aparıldığını göstərir. Bəli. Cavabımız C-dir. Niyə? Həqiqətən də formativ qiymətləndirmə nə idi? Uşağın fəaliyyətini izləmək. Müəllim burada uşağın fəaliyyətini izləyib və harda boşluqları, harda boşluğun olub-olmamasını müşahidə edib və onlar üzərində yol göstərib istiqamət verib, yəni fasilitatorluq edib. Deməli, cavabımız C-dir. Doğrudan da müəllim bu prosesdə formativ qiymətləndirməni səmərəli aparıb. Lakin D-yə baxaq. D-də deyir ki, bu proses müəllimin təlim nəticəsini əvvəlcədən şagirdlərə bildirdiğini göstərir. Təlim nəticəsi o deməkdir ki, əvvəlcədən biz uşaqları məlumatlandırırıq ki, dərsin sonunda siz nəyə yiyələnəcəksiniz. Burada təlim nəticəsindən və yaxud uşaqların nəyə yiyələnib, yiyələnməyəcəyindən belə bir söhbət getmir. Ona görə bunu biz götürə bilmərik. Bu proses müəllimin mövzuyla bağlı biliklərini yüksək olduğunu göstərir. Bilavasitə burada müəllimin biliyindən, fəaliyyətindən, müəllimin savadından söz getmir. Yəni, belə bir şey yoxdur. Sadəcə müəllim işini düzgün qurub, fasilitatorluq edib, uşaqlara doğru yanlışları üzərində iş aparıb və onların çətin çəkdikləri məqamlar üzərində öz işinin istiqamətini bir növ düzüb ki, mən bunu belə eləyəcəm, bunu elə eləyəcəm. Doğru cavabımız ona görə olur C variantı. Keçdik sonuncu sualımıza. Bu sualımız da inteqrasiya ilə bağlı sualdır. Keçən ildə, ondan əvvəlki illərdə, bu ildə imtahanda görə biləcəyimiz sual tiplərindəndir. İnteqrasiya bir növ kurikulumun özəyidir, canlıdır, belə deyərdim. İndi baxıram şərtimə. Şərtdə deyir ki, həyat bilgisi dərsində alkoqol, siqaret və narkotiklərə aludəçiliyin nəticələrinin insan həyatına təsiri mətnin üzərində iş gedir və müəllim şagirdlərə hər bir insan həyatda sağlam yaşamaq istəyir. Müdriklər demiş ki, insan üçün ən böyük hədiyyə can sağlığıdır. Ancaq bəzi insanlar aildə olduqları zərərli vərdişlərdən uzaqlaşa bilmirlər. Bu mövzuya aid araşdırma aparın, nəticələri qrafik şəklində təqdim edin. Deyir, bu zaman müəllim inteqrasiyanın hansı növünü reallaşdırmış olur. Dərsimiz hansı dərs idi? Həyat bilgisi. Fikir verirsinizsə, oxuya-oxuya burada 2
məqamın altından xətt çəkdim. Dərsimiz həyat bilgisi dərsidir. Mövzumuz alkoqol, siqaret, narkotiklər adətinin insana zərəridir. Yəni hansı fəsadları olur? Müdriklərin kəlamından da müəllim söyləyib ki, insan üçün ən böyük hədiyyə can sağlığıdır. Və sonunda uşaqlara araşdırma aparmağı verib, nəticələri də qrafik şəklində deyib ki, təqdim edin. Baxıram ki, araşdırma varsa, bilavasitə fən üstü inteqrasiyadır. Yəni həyatla əlaqədir. Yəni bir insan araşdırma aparırsa, bilavasitə həyatla əlaqə yaradır. Bu olur fən üstü. Deməli, inteqrasiyanın bir növü olur fən üstü. Bəs burada niyə bunun altından xətt çəkmişəm? Gəlin buna da aydınlıq gətirək. Burada da nəticələri qrafik şəklində təqdim edin deyirdi. Yəni qrafik qururuq. Bir növ belə deyim ki, artıq həyat bilgisinə aid deyil qrafiklər. Qrafikləri məsələn quran zaman harda istifadə edilir? Digər fənlərdə. Həyat bilgisində qrafiklər qurmuruq biz. Ona görə əgər nəticələri də qrafik şəklində istəyibsə müəllim, bu da bir başqa fənlə, məsələn riyaziyyat fənni ilə inteqrasiya edib qrafiklər qurmağı verib də uşaqlara. Deməli, burada fənlər arası inteqrasiya da var. Həyat bilgisini riyaziyyatla əlaqələndirib. Bir növ belə deyək. Qrafiki biz şəkil çəkməyə görə təsvirincə sənət dərsində götürə bilərik. Çünki şəkil çəkmək axı qrafiklər təsvirincə sənət dərsindədir. Plus da riyaziyyatda da qrafiklərdən tez istifadə etdiyim üçün onu da götürə bilərik. Yəni hər bir halda həyat bilgisindən başqa bir fəndir. Yəni həyat bilgisi fənni deyil. Yəni ona görə deməli fənlər arası inteqrasiya var burada. Plus da fən üstü var. Fən üstü də niyə? Çünki araşdırma apardı, həyatla əlaqələndirəcək. Deməli bildim ki, araşdırmaya görə götürdük nə? Fən üstü, nəticələri qrafik şəklində təqdim etməyə görə də götürdük fənlər arası. Doğru cavabımız olacaq təbii ki, C variantı, fənlər arası və fən üstü. Bu da mənim sizə təqdim etdiyim bugünlük testlər. Ümid edirəm ki, izahlarım sizə imtahanda kömək olacaq. Əgər ardının gəlməyini istəyirsinizsə, sizə xeyirli, faydalı olursa, təbii ki, əhatənizdə olan MİQ sertifikasiyaya hazırlaşan müəllimlərlə izahı paylaşmağı unutmayın. Sizlərin paylaşımı bizlər üçün önəmlidir. Düşünürük ki, həqiqətən də bu izahlara ehtiyacınız var. Biz də bol-bol yerləşdiririk. Həmçinin də dərslərə qoşulmaq üçün sistemli şəkildə. Bir var sistemli öyrənmək, bir də var hardansa nəyisə eşitmək. Sistemli öyrənmək sizə imtahanda bal qazandıracaq. Bunu unutmayın. Ona görə sistemli şəkildə dərslərə qoşulmaq üçün 055 280 59 24 nömrəmiz aşağıda yazılıb. Bu nömrə vasitəsilə qeydiyyata düşə bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.